Bu həyatda ən böyük təşəkkür iki övladıma düşür. Çətin günümdə onlar mənim yanımda oldu. Allah saxlasın. Allah saxlasın. Doğrudan da bir ananın evlatlarına fəxr eləmək nə böyük şeydir. Bir ana, təsəvvür mən özümə o qədər sıxışdırmırdım, yaraşdırmırdım ki, zəng vurub uşaqlarıma kömək istəyirdim. Nə? Hüquqi mənə yardım göstərin. Mənim ərzələrimi deyirdim, oğluma yaz. Vəsadətlərimi yaz. Mən heç kimə inanmırdım, güvənmirdim. Çünki üzümə hamı, hətta pulla müqavilə bağladığımız şəxslər belə deyirdi ki, narahat olmayın, siz bəraətliksiniz, narahat olmayın, siz günahsızsınız. Amma rəsmi hüququmu müdafiə edən yox idi. Bildiyiniz kimi elə mən bu problemlərdən dolayı da şikayətlər vermişdim. Əsaslanıb o həddə çatmışdım. Heç vaxt bağışlamaram, haqqımı halal etmərəm. Bir şey bilirəm ki, Allah qarşısında, qanun qarşısında vicdanım təmizdir. Və bir qadını 7 ildir bu həddə çatdırmaq lazım deyil. Mənim istər qanun qarşısında, istər məmur qarşısında, istər hər hansısa bir kişinin qarşısında başım aşağı deyil, başım ucadır. Sübutlarım ensaydadır və bir də məni kimsə görkəmimdən sınağa çəkə bilməz. Kimsə məni şəxsi həyatımdan sınağa çəkə bilməz.